şam yeməyini bizə gələcək. Gəlsinlər oğlum. Mən də dadlı yeməklər hazırlayacağım. Bayramı birlikdə qeyd edərik. Ana, həyətdə tonqal qalayacaqlar. Yeməkdən sonra tonqalın üstünə tullanmağa gedərik. Gedər yoxdur. Mən də Səlimə ilə Gülüzü çağıraram. Yemək hazırlamaqda mənə kömək olarlar. Yaxşı olar. Qardaşım, nasılsınız? Sağ olun. Kızlar bir dənə mənim köməyimi sizdən tamamlayın. Kızlar çok sağ olun. Bana kömək elədiyiniz üçün. Siz sağ olun. Sevdə xala bizim anamız kimidir. Uşaqlar bildiyiniz kimi bugün yer çərşənbəsidir. Siz çərşənbələri ardıcılıqla bilirsiniz. Düzdür. Bu çərşənbəsində hava bir-birinə su çıxarır. O çərşənbəsində insanlar odun üzərindən atlanırlar və beləliklə pis niyyətlərin, anladıqlarının odda yanacağını düşünürlər. Yer çərşənbəsində isti külək gəlir, yerin gəlişini xəbər verir. Torpaq oyanır. Torpaq çərşənbəsində ilaqda çərşənbə və ya Novruz bayramı kimi qeyd olunur. Qızlar qapı pusurlar, oğlanlar papaq atıb tonqalını kullanırlar. Afərin uşaqlar, mənə lap təəccübləndirdiniz. Martın 20-si isə milli bayramımız olan Novruz bayramı qeyd olunur. Yazın gəlişi ilə bütün evlərdə Novruz bayramı süfrəsi açılır və bayram qeyd olunur. Sayda xala, sizin bu bayramla bağlı xatirələriniz çox olar. Çünki o zamanlar alətləri daha çox yerinə yetirirdilər. Bəli, bu bizə maraqlıdır. Biraz danışın. Keçmişdə bir çox adət-ənənələr yerinə yetirilir. Adət-ənənələr yerinə yetirilir. Uşaqlar, tonqal var. Tonqal aşağıda. Onlar gedək tonqaldan tullanıb sonra evə gələcək. Uşaqlar, tonqaldan sonra